Bilirsiniz, nə fikirləşirəm? Deyirəm ki, İlham Əliyev olsaydı, indi hemen bu gördüğümüz mənzərənin qırağında yekə bir obyektlər tikib vermişdi icarəyə və insanları salıb blokadaya. İmkan vermir insanlar rahat bir şəkildə gəlib öz istirahətlərini etsinlər. Giriş hər yerə pullu. Bilmirəm niye belə eləyir, insanlara qarşı olan bu agresivliyi neden irəli gəlir? Niye Azərbaycan xalqını diktator İlham Əliyev sevmir? Səbəb nə ola bilər? Dədəsi Heydərdən mi qalıb bu boydan Azərbaycanın mənzərələri və yaxud da Azərbaycanın hansısa bir güşələri? Bilmirəm. Baxın, görün nə gözəl yer, amma heç bir yer hasara alınmıyor. Baxın, yaşamaq Avropadadır. Azərbaycanda yaşamırsınız, sürünürsünüz.